Kanalımı izleyen herkese salamlayıram. Kanalıma hoş geldiniz. Bugün sizlerle çeyrek modeli tutacağın toxunma qaydasını bölüşeceğim. Tutacağımın bir tərəfi hazırdır. Digər tərəfini isə sizinlə birlikte toxuyaq və birləşdirək. Kanala keçməzdən öncə videoya keçməzdən öncə kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. İstifadə etdiyim iplər tunç favori ipləridir. Yaşıl iple başlayacağıq. İlmeği atıram. 5 adet zəncir çəkəcəm. Zəncirləri çəkdikdən sonra ilk toxuduğumuz zəncirin başına batıb sürüşdürmə ilə birləşdirib 3 zəncir çəkirəm. 1 2 3. 3 zəncirdən əlavə 12 ədəd trabzan toxuyacağam. 3 zəncirdən əlavə 11 ədəd. Toplam 3 zəncirimlə birlikdə 12 ədəd olacaq. 3 zəncir çəkdik və ikili trabzanlarımızı toxuyuruq 11 ədəd. Toxumağa yeni başlayanlar kanalımda sıfırdan dərslər var. Buyurub baxa bilərsiniz. On 12 ədəd trabzanımı toxudum və 1 2 3 ilk toxuduğum 3 zəncirin ən təpə nöqtəsinə batıb birləşdirmə edəcəm. Bu şəkildə 3-cü zəncirə batıb birləşdirmə edirəm və bir zəncir, yenə 3 zəncir çəkirəm daha doğrusu. Bu sırada hər trabzanımın başına 2 dəfə batacağım. 3 zəncir çəkdiyim yerə dibə bir trabzan daha toxuyuram. Qalan trabzanlarımın da hər birinə 2 dəfə trabzan toxuyacağım. Eyni yerə yenidən batıb bir trabzan daha toxuyacağım. Bir sonraki trabzanımın başına yenə 2 trabzan toxuyuram. Sıra bitənə kimi hər trabzana 2 trabzan toxuyaraq davam edirik. İkinci sıranın sonunda toplam 24 ədəd trabzanımız olacaq və yenə də 3 zəncir çəkmişdik başlayanda 1 2 3-cü zəncirin başına bataraq birləşdirmə edirəm. 3 zəncir çəkirəm yenidə. Toplam 24 trabzanımız var idi və bunu 48-ə çatdıracağıq. Necə? Bu sırada da, 3-cü sırada da yenidən artırma işləmi olacaq. Hər trabzanın başına 2 trabzan. 3 zəncir çəkmişdik. Dibinə 1 trabzan toxuyuram. Bir sonraki trabzanımın başına batıram. Yenidən eyni yerə 1 trabzan daha toxuyuram. Sıra sonuna kimi yenidən hər bir trabzanın başına 2 trabzan toxuyuram. Toplam 48 ədəd trabzanımız olmalıdır. Bu tutacaqda saylara diqqət edin. Mütləq şəkildə saylar düz olmalıdır. Düz olmayanda tutacağınız əyri olacaq. Yaxşı alınan deyil. Hər trabzanımızın başına 2 dəfə trabzan toxuyuruq. Bu şəkildə sıra sonuna kimi. 3-cü sıramı bitirdim. 3-cü sıranın sonunda toplam 48 ədəd trabzanım oldu. Siz də mütləq şəkildə sıranı bitirdikdən sonra trabzanlarınızı sayın. Burada yenə də eyni şəkildə 3-cü zəncirimin başına batıb birləşdirmə edirəm. 3 zəncir çəkirəm. İp götürürəm, dibinə toxuyuram bir dənə trabzan daha. Bu sıra son deməli yarpaq sıramızın son hissəsidir. Araya bir zəncir çəkirəm. İp götürürəm, aşağıdan bir trabzan başını atlayıb digər trabzan başına batıb yenə 2 trabzan toxuyuram eyni yerə. Bir trabzan və ikinci trabzan. Yenə araya bir zəncir çəkirəm. Bir trabzan atlayıb digər trabzanın başına 1 2 trabzan toxuyuram eyni yerə. Bu sıranın da sonuna kimi bu şəkildə gedəcək. Araya bir zəncir, aşağıdan bir trabzan atlayıb digərinin başına 2 trabzan toxuyuruq. Sıra sonuna kimi baxın bu şəkildə qruplar hazırlayacağıq. Sıranı bitirdim. Toplam 24 qrupum oldu. Bunları mütləq şəkildə siz də saymalısınız. Bu şəkildə 1 2 3 4 5 6 7 8 9 10 11 12
13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23 ve 24 grup. Yine araya sonda bir zincir çektim ve 3 zincir çekmiştim. Baştakinin başına batıp sürüştürme ile birleştirerek bir zincir çekirəm ve bu ipi artık kesirəm. Bu ipime keçirəm. Həmişə yeni ipə keçərkən mütləq şəkildə ilmə atıram. İlmə atmayıb da başlaya bilərsiniz. Ancaq mən ilmə ilə başlayıram ki, daha möhkəm olsun. Buradan bu ipi də arada yürütərək gizlədəcəyik. Bu şəkildə milçəmi keçirdirəm boşluqdan. Hər hansı bir boşluqdan fərq etməz. Buradan da olar, o biri tərəfdən də olar. İlməmi götürüb içindən çıxardıram və bir zincir çəkərək ilməmi bura möhkəmlətmiş oluram. Bir zincir çəkmişdim, 2 zincir daha çəkirəm və bu boşluğun içərisinə 2 ədəd trabzan da toxuyuram. 3 zincir və 2 trabzan. 3 zincir ve 2 trabzanım toplam 3 adet trabzan oldu. Araya 2 zincir çekeceğim. Milçəmin başına ip alıp diğer boşluğun içerisine 3 trabzan toxuyacağım. 1, 2 ve 3. Araya 2 zincir çekirik. Bir sonraki boşluğun içerisine 3 trabzan toxuyuruq. 1, 2 ve 3. Sıra sonuna kimi 2 zincir, 3 trabzan olarak devam edirik. Bu sıranı da bitirdik. Hər boşluğa 2 zincir çektim. Boşluqların içərisinə isə 3 trabzan toxudum. Sonda yine 2 zincir çəkirəm. Və ilk toxuduğum trabzanın başına batıp birləşdirirəm. Bir zincir çəkirəm. Burada bu boşluğa keçməliyim çünki trabzanların başına toxumuruq. Trabzanın başına batıp sürüştürmə edirəm. 1. Bir sonraki trabzan başına batıp yeniden sürüştürmə edirəm. 2 və boşluğa batıp sürüştürmə ilə gəlirəm. 3. Yenə 3 zincir çəkirik. 2 ədəd trabzan toxuyuruq. 2 ədəd. Deməli 3 zincirlə birlikdə 3 trabzanımız oldu. Araya 2 zincir. Digər boşluğa batıram. 3 trabzan toxuyuram. On bir qrup olana kimi toxuyuruq. Yenə 2 zincir. 3 trabzan. 2 zincir. Bu şekilde 1, 2, 3 grupum var. 11 grup olunca devam edin. Toplam 11 grup toxudum. Bu arada bir boşluğu atlayacaq. Bu bizim deməli kesmə işləmi olacaq. Çələğimizin baxın bu hissələrini artıq oluştururuq yavaş yavaş. Bunun üçün ora işarə ilmeğimi keçirəcəm ki ora çatanda hər dəfə o hissəni atlayacaq. Bu şekilde ora toxumuruq və 2 zincir çəkdik. Digər boşluğa atlayırıq. İpimi götürdüm. Bu boşluğa atlayırıq. Bir sonraki boşluğa 3 trabzan toxuyuram. 1, 2 ve 3. Araya 2 zincir. Bir sonraki boşluğa 3 trabzan. 1, 2, 3. Eynən bu şekilde sonda bir boşluğumuz qalana kimi devam edirik. Sondaki boşluğa toxumayacaq. Sona çatdım. 2 zincirimi çektim ve sondaki boşluğa demişdik ki toxumuruq. Orada işarə ilmeği keçirdəcəm. Bu şekilde 2 zinciri çəkmişəm və ilk toxuduğum trabzanın başına sürüştürmə ilə birləşdirirəm. Bir zincir çəkirəm. Yenə sürüştürmə edərək bu boşluğa gələcəm. Bu şekilde trabzanların başına batıp sürüştürmə edərək bu şekilde boşluğa gəlirəm və 3 zincir çəkirəm. Belə göstərim bunu.
Gördüğünüz kimi bu hissələr bizdə artıq bu boşluqlara çatanda bura toxunmayacaq. Bu şəkildə davam edəcək. İndi yenə eyni şəkildə 3 zəncirimi çəkmişəm. 3 zəncirimin yanına 2 ədəd trabzanımı toxuyuram. Toplam 3 trabzanım oldu. Araya 2 zəncir çəkirəm. Bir sonraki boşluğa 3 trabzan toxuyuram. Bu işarə qoyduğum yerə kimi gəlirik. Artıq işarə qoyduğum boşluğa gəlib, yenə baxın bu boşluğa atlayıram. 2 zəncir çəkirəm bu arada. İp götürürəm. Bu boşluğa toxunmuram. Gördüyünüz kimi işarə olan boşluğun altındakı boşluğa yox, bir sonraki boşluğa batıb 3 ədəd trabzan toxuyuram. 1, 2 və 3 trabzan. Araya 2 zəncir. Yenidən 3 trabzan. 1, 2, 3. Burada işarə qoyduğum boşluğa çatana qədər toxuyuruq. Yalnız işarə qoyduğumun üstündəki boşluğa toxuyan deyilik. Sıranı bitirdim. Gördüyünüz kimi işarə qoyduğum boşluğun altındakı boşluq qalır. Yenə araya 2 zəncir çəkirəm və ilk toxuduğum bu 3 zəncirin başına batıb birləşdirirəm. Bir zəncir çəkirəm, sürüşdürmə ilə boşluğa doğru gedirəm. 3 zəncir çəkirəm yenidən. Bu şəkildə gördüyünüz kimi artıq 3-cü sıram da hazır oldu. Baxın, bu hissələr necə gedir. Bu boşluğu yalnız bu boşluqlara çatanda toxunmursunuz. Yenə də eyni. Bu şəkildə 3 zəncirimi çəkmişəm. İşarə qoyduğum yerə kimi gəlirəm. İşarə olan boşluğa bura toxuyan deyiləm. Bu boşluqlara toxunmuruq. Yenə 3 zəncir sıraya başlayanda hər səfərimizdə 3 zəncirimiz olur və 3 zəncirin dibinə 2 trabzan toxuyuram eyni boşluğa. Toplam 3 trabzanım olur. Araya 2 zəncir, 3 trabzan. Bu şəkildə işarə qoyduğumuz yerə kimi gəlirik. İşarə qoyduğum boşluğun altındakı boşluğa gəldim. Yenə araya 2 zəncir çəkirəm. İp götürüb milçənin başına digər boşluğa keçirəm. O boşluğa toxumuruq. 3 trabzan. Eyni boşluğa toxuyuram. 2 zəncir çəkirəm. Sıranın sonuna kimi gördüyünüz kimi artıq pilləkən formasında oluşur bura. Bir sonraki boşluğa 3 trabzan. 2 zəncir. 3 trabzan. Bu birləşdirmə yerinə çatana kimi işarə eləməyin. Bura son bizim deməli boşluğumuzdur. Bura toxuyan deyilik. Bura çatanacan toxuya gəlirik. Bu şəkildə son boşluğuma çatdım. Gördüyünüz kimi bu boşluqlar zaten bilinir artıq. 2 zəncir çəkirəm. Yenə ilk toxuduğum trabzanın 3-cü zəncirinə batıb sürüşdürmə ilə birləşdirirəm. Bir zəncir çəkirəm. Sürüşdürmə ilə boşluğa keçirəm. Yenə 3 zəncir. Bu şəkildə davam edirsiniz. Mən də biraz toxuyacağım. Siz də biraz böyüyəndən sonra bir də uc hissəni son sıralarını göstərəcəm. Çünki eyni şəkildə davam edir. Yalnız bu hissələrdə toxunmursunuz, atlayırsınız bu boşluqları. Aşağıya doğru toxuyaraq davam edirik. Artıq tutacağımın böyük bir qismini toxumuşam. Son 2 sırası qalıb. Onu da birlikdə toxuyaq. Yenə 3 zəncir çəkirəm. 2 trabzan toxuyuram. Araya 2 zəncir. Bir sonraki boşluğa yenə 3 trabzan. 2 zəncir. Çatdıq kənara. Yenə bu hissədə bu boşluğa toxumuruq və atlayırıq. Bir sonraki boşluğa 3 trabzan. Araya 2 zəncir. Yenidən 3 trabzan.
2 zəncir və sürüşdürmə ilə birləşdirmə yerinə çatdım artıq. Baxın, burada uje yəni eləmirik. Keçirik. Bu hissədə 3-cü zəncirə batıb birləşdirmə edirəm. 1 zəncir çəkirəm. Sürüşdürmə ilə tam bu hissəyə gəlirəm son sıramızı toxumaq üçün. 1 sürüşdürmə, 2 sürüşdürmə və 3-cü sürüşdürməni edib 3 zəncir çəkirik. 3 zəncirdən sonra 2 ədəd trabzan toxuyuram. Araya sıramın üzbəüz olan, baxın bu şəkildə bu aranı atlayıram, boşluğu və sonuncu boşluq. 3 trabzan toxuyuram. 1 2 və 3. 2 zəncir çəkib birləşdirirəm və işim bitdi. 3-cü zəncirin başına bataraq ip alıb çıxıb sıx bir zəncir çəkib ipi artıq kesirəm. Bu şəkildə bu qısa ipi, valicə ipi içəridə gizlədəcəm. İç hissədən hər hansı bir yerdən baxın bu şəkildə tutub hər hansı bir yerdən ipimi batıram. Bu şəkildə qısa ipi götürüb iç hissəyə möhkəmlədirəm. Yenə artıq qalanı artıq kesəcəm. Bu lazım deyil bizə. Belə. Hər iki tərəfi hazırdır tutacağımın. İndi isə buna qulp hissəni qoyaq. Birlikdə yaşıl ipdən istifadə edəcəm. Yaşıl ipimi götürürəm. İlmi atıram. Bu şəkildə baxın tam orta hissədən milçəmi keçirdib ipimi möhkəmlədirəm. Bir zəncir çəkirəm. İlməni genişlətirəm. Eyni yerə milçəmi eyni yerə batıram. Düzgün batıraq. Bir dəfə də dolayıram. Bura 2 dəfə eləyəcəm. 2 dəfə doladım, çıxdım. İp alıb çıxıram. Bu hissəni daha dəqiq göstərim. Sadəcə fıstıq olaraq da toxuya bilərsiniz. Yalnız belə də etmək olar. Doladıqdan sonra bu ipi tutursunuz əlinizdə bu şəkildə. Buradan biraz tutursunuz, buraxmırsınız. Fıstığın içindən girib çıxandan sonra milçəyin başına həmin ipi keçirib buradan çıxardırsınız. Bir zəncir. Yenə ilməni genişlədirik. İpi dolayırıq. Baxın fıstığın tam təpə nöqtəsinə batıb ip aldım, çıxdım. 1. Yenidən aldım, çıxdım. 2. Yenə baxın bu ipi tuturam. Bu şəkildə. Araya bir zəncir. 1. 2. 2 dəfə dolayıb batıram. Yenə baxın bunu bu şəkildə tutub belə çıxardıram və bunu da milçəyin başına keçirdib bu şəkildə bağlayıram və bir zəncir çəkirəm. İlməni genişlədirəm. Hər dəfə fıstığı etməmişdən öncə ilməni genişlətin. 1. 2. Yenə ipi tuturam bu şəkildə. İstədiyim uzunluğa çatana qədər bu şəkildə fıstıqları toxuyuram. Bu şəkildə fıstıqlarımızı da bitirdik. Daha yaxından göstərim. Belə. İndi isə o deməli tutacağımızın digər tərəfini birləşdirmək üçün nə edirik? Son fıstığımı edəndən sonra belə saxlamışam. Tutacağımı o biri tərəfini belə götürürəm. İpim milçənin üzərində qalıb. Baxın bu şəkildə qalıb. Buradan bu formada keçirdib ip alıb çıxıram. Alıb çıxdığım ipi də fıstığımın üstdəki ipdən çıxıb bir zəncir çəkirəm. Burada artıq bu ipi kesəcəyik. Bitdi. Belə. Qalan ipləri də ki içəridə gizlədirik. İçə doğru, yəni dartaraq biraz buradan möhkəmlədirəm və iç hissəyə doğru dartıram. Bitdi.
Kanalımı izleyen ve dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Yorumlarınızı gözləyirəm. Hələlik sağ olun.